bilmirsən ki ya? Valla, mənim əvazım ne? Baxdığımız tamaşa çox maraqlıdır. Biz bəzən filmlərə, hətta oyunlar və belə tamaşalar da baxırıq. Mənim üçün hər şey maraqlıdır. Şəhid əmanətləri üçün 5-ci yaşat düşərgəsində bugün də maraqlı və əyləncəli proqramla yadda qaldı. Salyan Dövlət Kukla Teatrının aktyorları tərəfindən uşaqlar üçün tamaşa səhnələşdirildi. Təlim olurdu. Təlimdən sonra havuz oldu. Bugün də olacaq. Sonra əlimizi rəsm çəkdik. Yəni çox maraqlı keçir burada. Gül balalarımızın qarşısında rəssam bayi tamaşası ilə çıxış etdik. Bizə xoş oldu. Onlarla bir yerdə əylənmək, şəkil çəkdirmək və daha gözəl oldu yəni. Diqqət çəkən məqamlardan biri də düşərgədəki könüllülük ənənəsidir. Könüllü olan şəhid övladları bir neçə il öncə özləri burada düşərgə iştirakçısı idilər. Hansı ki, birinci düşərgədə, ikinci düşərgədə, 3 il, 4 il bundan öncəki düşərgələrdə iştirakçı idilər və bu günləri böyüyüblər, tələbədirlər, asan könüllər sırasına qoşulurlar və artıq özlərinin kiçik bacı və qardaşlarının qayğısına qalırlar. Keçən illərdə həm özüm də iştirakçı kimi iştirak eləmişəm, amma bu il isə uşaqlara dəstək olmaq, olanla əyləncəli vaxt keçirmək üçün gəlmişik bura. Çox yaxşı istəyim, çünki biz özümüz uşaqları daha yaxşı başa düşürük və inanıram ki, onlara burada olacaq bir həftə ərzində çox yaxşı xatirələr buraxacağıq. Qeyd edək ki, düşərgədə uşaqlar üçün təlimlər, master-klasslar, psixoloq konsultasiyaları, həmçinin konsert proqramları təşkil olunub. Nuranə Tələt qızı, Novruz Kazımov, Vəntiqə Fərəcova, ASTV Xəbər.